Alo. Alo. Bəli, Telman bəy, buyurun efirdəsiz. Salam Qurban bəy. Aleykümselam. Mən istəyirəm bir əlavə edeyim. Ərəstun bəy hər tərəfli danışdı. Yo, Telman O bəy, 28 Telman bəy, bir dəqiqə zəhmət olmasa orada yanınızda televizorda, kompüterdə nə var hamısını söndürmüşəm. Ha, buyurun davam edin. Söndürmüşəm. Deməli, hər tərəfli Ərəstun bəy danışdı bizim o dahilərdən. Mən bir adamın adını çəkmək istəyirəm ki, bu Türk dünyasına, ümumiyyətlə bütün Türk dünyasına bir töhfə verib. Əli bəy Hüseynzadə. Əli bəy Hüseynzadə elə bir dahi olub ki, bilirsiniz, bizim bu 28 mayınızdan kökünün hamısı Əli bəy Hüseynzadədən asılıdır. Nəyə görə deyirəm? Hətta Atatürk deyib ki, mənim türkçülüyüm böyük müəllimim olub Əli bəy Hüseynzadə. O mənim müəllimim. Ziya Göralp da deyib. Türkiyənin ən məşhur türkçülük ideologiyası yaran. Gör bizdə nə tər şəxsiyyətlər olub. Özü onu da bilirsiniz, Qurban bəy də siz də bilirsiniz. Neçə dil bilib. Alman dilini o qədər təmiz bilib ki, İngilis dilini o qədər təmiz bilib. Ərəb fars dilində o heç. Onun babası ruhani olub. Salyanlı da əsrləri ondan. Onun üçün də elə bir töhfə veriblər ki, bizdə elə bir dahilər olub ki, Məmməd Əmin başda olmaqla bunlar hamısı da dahidir. Əhməd bəy Ağaoğlu. Bunlar özdə 26-cı ildə gəliblər Sankt-Peterburqa, orada bir ümumi yığıncaq olub Əhməd bəy Ağaoğlu ilə bir yerdə, Əli bəy Hüseynzadə. Orada deyiblər ki, biz Türkiyədə gəlmişik, ümumiyyətlə biz türkçülük haqqında danışaq. Onlar da deyib ki, yox, siz ermənilər haqqında çox deyib yox. Onda deyib tərcümə lazımdır, deyib lazım deyil. Rus dilində elə danışıb Əli bəy Hüseynzadə. Bunlar hamısı bir təhər olublar. Sonra bir Fransız ona sual verib, Fransız jurnalisti. Götürüb deyib ki, tərcümə lazım, deyib lazım deyil. Əli bəy Hüseynzadə Fransız dildə cavab verib ona. Sonra orada bütün dünyadan olublar. Sonra Rusiyanın paytaxtı Sankt-Peterburq olub, onda Moskva olmayıb. Onda cavab verəndə deyib İngilis dilindədir, Almanda da elə cavab. Bizdə belə dahilər olub. Telman bəy, əsas məsələ başqa şeydir, bir dəqiqə. Əsas 28 may siz nətər? 28 may nəyə görə kəndə gedir zamanı? Mən istəyirəm bunun kökün tabaq görə bu kimin ideyasıdır? Mən də sizlə razıyam ki, kənd bir sizlə 28 may hər kəsin ürəyində olmalıdır. Dövlətin mərkəzdə, Azərbaycan paytaxt Bakının mərkəzində qeyd olunmalıdır. Mən sizinlə razıyam bundan. Paytaxtda hər kəs özü. Niyə qeyd olunmur və kimlər xalqı kəndə aparır? Niyə? Bu kimin ideyasıdır belə? Bunu bilirsiniz yoxsa yox? Yox, bu ideya bilirsiniz nətər? O vaxtı, məsələn, açıq da, siz də xalq hərəkatından gəlmiş adam, mən sizi çoxdan tanıyıram da, siz də məni tanıyırsınız, mən də xalq hərəkatından gəlmiş adamım. 93-də də hətta 31 dekabrda Azərbaycan Həmrəylik günündə də gəlirdilər ora. Niyə? Başarsan, 90. Gəlir, bilsən, bizi sayırdıq lider kimi də Məmməd Əmin Rəsulzadə. İndiki hökumət saymır onu lider. Onun öz lideri var. Qardaş, Həmrəylik liderlər nə dəxl var? Anlamadım mən. Həmrəylik ara, Məmməd Əmin ara. Bir də ki, axı, Cumhuriyyəti tək qurmayıb. Bu tək adamın işi deyil ki. Lap deyək ki, Məmməd Əmin qurub. Lap desək ki, tək qurub belə. Nəyə görə kəndə gedilməlidir? Anlamadım mən. Doğru. Bu ölkənin paytaxtı var da, bu kəndə nə gedilməlidir? Mən də sizlə razıyam ki, paytaxtda gəlməlidir, meydanda keçirilməlidir, dövlət səviyyəsində. İndi dövlətimiz yox dərəcəsindədir də. Dövlət yox dərəcəsindədir, onun üçün belə keçirilir. Bilirsiniz, əslində, mən də sizlə razıyam. Paytaxtda keçirilməlidir, lazım olsa böyük miting təşkil olunmalıdır. Amma bunu hökumət eləmir. Yaxşı, hökumət eləmir, xalq da eləməsin. Müxalifət eləməsin. Müxalifət nə xalqı kəndə aparır, başa düşmədim. Xalq öz
O vaxtdan elə qalıb beyinlərində aparır yəqin kəndə. Məsələn, mən onu evdə qeyd edirəm. Oturmuşam, indi İsveçdəyəm, İsveçdə qeyd edirəm 28 mayı. Özdə açıq deyim də, mənim ad günüm də 28 mayıdır. Təbriklər, gözəl gündür. Sən vaxtın gətirir. 28 may axşam 10:30-da. Demək, sizdə evdə İçidat bayramıdır onda. Mən həmişə qeym, amma 29 may yazılıb, açıq deyirəm Qurban bəy. Amma 28 may rəhmətli anam deyirdi ki, 10:30-da. Allah rəhmət eləsin. Ana deyir də düz deyir. Düz deyir. Ana düz deyir. Ona görə də bilsinlər. Biz məsələn həmişə evdə qeyd eləmişik. Mənim atam da o vaxt hələ Sovet hökumətinin vaxtı atam 28 may qeyd edirdi. Aydındır. İndi mən o böyük qardaşım o işte zülm çəkib bu ser vaxtında. Telman bəy, onda müstəqil. siz necə fikirlər bir huşunas kimi həmkarıq. Bu harda və necə qeyd olunmalıdır? Bu indiki zamanda hər öz ürəyində qeyd eləməlidir. Özü nətər bacarır öz ailəsində. Amma ümumiyyətlə mənim fikrimi deyirsəz, məsələn məndən olsa, məsələn Bakıda olsaydım, gedərdim Şəhidlər Xiyabanına, ondan sonra Elçi bəyin qəbri üstündə. Bunlar Niyə? Sən Şəhidlər Xiyabanına gedirsən, başa düşmədim. Elçi bəyin qəbrinə gedirsən. Mənim fikrimcə, öz fikrimcə. Müstəqilliyə nə aidiyyət verir bu şeyləri? Yox, indi müstəqillik uğrunda da bu şəhidlər indi baxmada Qarabağ uğrunda şəhidlər, bunlar hamısını verib ziyarət eləmək lazımdır. Amma məsələn, mən özüm evdə həmişə qeyd edirəm. Həmişə, mən bax sizə deyirəm, Sovetin dövründən biz qeyd edirik. 28 müstəqillik günü. Müstəqillik ayrı şeydir. Bax, indi İsveçdə yaşayırıq. İsveç 1806-cı ildə. Bunların bir sənə gün 6 iyun. 6 iyunda bu da iş günü deyil. İş günü deyil. Burada bir siz nədir? Müstəqillik dəhşət. Müstəqillik günü, Teğmen bəy, müstəqillik günü bir çox dövlətlərdə top atılır, fişəng atılır, millət küçələrə, meşələrə, gəzmə, tədbirlər, meydanlar dolu, daşır. Düzdür. Bu da siz, buna müstəqillik günü bu deməkdir. Bilirsən, demokratiya millətin günüdür, dövlətin günüdür. Bu dövlətçiliyin günüdür, müstəqil dövlət. Bu ayrı şeydir. Yox, Teğmen bəy, sizcə niyə bu hakimiyyət niyə imkan vermir? Məhz bu qaydada... Hakimiyyət bizdən deyil, onun üçün. Hakimiyyət bizdən deyil, hakimiyyət bu dövləti özü üçün, özünün balaca bir elə bil ki, dükkanı kimi istifadə edir. Dövləti də bu, dövlət kimi də istifadə etmir buna. Təşəkkürlər. Hakimiyyətin dövləti deyil. Çox sağ olun, minnətdarım. Sizlə mənim dövlətimizdir. Sizlə mənim dövlətimizdir. Tam doğru, tam doğru.